Payız bir smuzi olsaydı, hansı smuzi olardı? Gələk. Bir ədəd tancerin, naringi, mandarin, kivi, yarım alma, 1/4 limonun suyu, 1/4 stəkan qatıq, yoxsa 2/1 stəkan qatıq. 1 tablespoon cinnamon, 1 xörək qaşığı bal. Zaktala balı. Vay. Bəsdir, yaydır, bəsdir. Bu səsdən ötürü elə darıxmışdım mən. Uzun zamandır smuzel gəlmir. Payız iyi gəlir. İçirəm. Birincisi soyuqdur, düz demirsən Nigarda. Kaş 5 dənə, 4 dənə eləyərdik buzu. Dayan, gəlir. Meyvə boşqabı gətirirlər. Hərəsindən götürsəm nə ağzıva qoyursan. Bir qıraqdan da prosta o cinnamon rol var ya. Cinnamon rolu azından necə sevirəm. Darçın bükmələrini bir tam ağzıva gətirsən, bir tərəfini gözləyirsən ki, ağzındakı meyvələr qutarsın və onu yeyib bunu yeyirsən, kimi bir dad gəlir bundan. Payızlar qoymaq istəyirdim adını. Amma olar. Yəni payız zaten belə bir fəsildir. Yəni nə olduğu bəlli deyil. Mənfidimi, müsbətdimi, turşdumu, şirindimi bəllidir. Qatıq kimi də bir fəsildir. Nifrət edirəm payıza. Ona görə də bu smuzini də çox bəyənmədiyimə görə adını elə payız qoyacağam. Sənin adın payızdır bundan sonra. Çox pozitiv bir video oldu.